Əziz izləyicilər, hər birinizi kanalımda salamlayıram. Bu günləri çuğundur salatı hazırlamışam. Hazırlamaq üçün bizə lazımdır 4 ədəd orta boylu yer kökü, 4 ədəd yumurta, 3 ədəd kartof, ölçüsünü burada göstərirəm sizə. 3 ədəd də çuğundur. Yəni əvvəlcədən ərzaqları qaynatmışam ki, vaxt itkisi olmasın. 1 ədəd toyuğun sinə əti, mayonez, nar. Toyuğun sinə ətini gördüyünüz kimi qaba əlavə edib mikserdən keçirdirəm. Çox tez, rahat, yəni ət didilir burada, çox rahatlıqla xırdalanır. Baxın gördüyünüz kimi, hətta biraz da mikserdən artıq keçirdəndə bundan da xırda olur. Kartofu süt-gəzdən keçirirəm. Daha sonra qaba başlayacağım salatı yığmağa. Əvvəlcə qaba biraz mayonezi çəkirəm, ondan sonra süt-gəzdən keçirilmiş kartofu da əlavə edirəm qaba. Adətən mən bu salatı hazırlayanda bütün ərzaqları süt-gəzdən keçirib, ondan sonra rahat işimi görürəm. Bu dəfə ekrana hamısını yerləşdirmək çətin olduğuna görə elə bir hissə süt-gəzdən keçirdib yığmağa başlayıram. Deməli, kartofu yığdım, yerləşdirdim. Üzərinə duzunu, istiotunu əlavə edirəm. Duz, istiotu hər qatında əlavə eləmirəm. Yer kökünü də, yumurtanı da, çuğunduru da süt-gəzdən keçirdəndən sonra bunların qat-qat mayonezləyib, elə bil ki, ərzaqları yerləşdirirəm qaba. Əziz xanımlar, indi siz istəsəniz buna qoz ləpəsi də əlavə eləyə bilərsiniz. Burada qeyd edeyim ki, mayonez mağazadan alınmış mayonez deyil. Özüm hazırlamışam, hansı ki hazırlama qaydası səhifəmdə də paylaşmışam. Yəni iki formada, həm yumurtalı mayonez, həm südlə hazırlanmış mayonez. Yəni çox vaxtı mən hazırlayanda salatları öz hazırladığım mayonezlə hazırlayıram. Ərzaqları süt-gəzdən keçirdəndən sonra gördüyünüz qaydada hissə-hissə yığıram. Burada çuğunduru 3 dənə belə orta boyludur, amma süt-gəzdən keçirdəndə boldur da. Ona görə elə bir qat çuğunduru da mən salatın ara qatına da yerləşdirirəm. Əslində çuğunduru bu salata çox xoşladığımız üçün evdəkilər də çox xoşlayır çuğunduru. Ona görə çuğundurunu bacardıqca indi çəkilişdə bu qədər göstərirəm, amma ki biraz bol eləyirəm mən. Çuğunduru, baxın, orta hissə qatına da çuğunduru yerləşdirdim. Əziz xanımlar, mən ərzaqları demək olar səhər-səhərdən qaynatmışam, axşam hazırladım bu salatı. Daha yaxşı olar ki, məsəl üçün çuğundur salatı zadı hazırlayanda bir gün qabaqdan qaynatıb saxlayanda o daha yaxşı olur. Demək olar qaynamış çuğundur çox sulanmır. Yəni oradan qaynadıb oradan hazırlayanda elə bil ki, biraz sulu olur. Onda salat da sulu alınır. Orta hissəsinə, deməli, ara qatına çuğunduru əlavə elədim. Daha sonra mayonezləyib yenidən yumurtanı üzərinə əlavə eləyib, yenə deyirəm ki, ara bir duz, istiot əlavə eləyirəm. Yəni hər qatına yox, hər qatına adam hiss eləmir duz, istiot səpəndə, axırda salat duzlu alınır. Yəni bu salat elə də duzlu olmalı deyil. Axırıncı qatına da toyuğun sinəsini əlavə edib və mayonezləyib üzərindən çuğunduru, süt-gəzdən keçirilmiş çuğunduru örtürəm. Yəni çuğunduru sonda əlavə eləyəndən sonra üzərini mayonezlə örtmürəm, əziz xanımlar. Sonuncu deməli qatı çuğundur olur və narla bir də doğramış göyərti ilə servis eləyirəm. Yəni göyərtimiz burada keşniş və göy soğandır. Xırda-xırda doğramışam və gördüyünüz qaydada salatımızın üzərini bəzəmişəm. Çox gözəl, ləzzətli salat alınıb, əziz xanımlar. Əminəm ki, bəyəndiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.